Axşamınız xeyir olsun. Mətbuat konferansımız davam edir. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallara keçək. Salam müəllimimiz, axşamınız xeyir olsun. İlk öncə futbolçularımı təbrik edirəm. Düzdür, biraz gərginlik var idi, istərsiniz yorğunçuluq var idi, amma buna baxmayaraq sona kimi çox təmkinli bir oyun keçirdilər və rəqibin səhv eləməsini gözlədilər və sonda şükürlər olsun Allah bundan istifadə edə bildik və Elmara komandasına uğurlar arzulayıram. Əlbəttə ki, hazırki işlərimdə təşəkkür edirəm. Buyurun. Təbrik edirəm. Hər iki hissə nədir? Birinci hissə sanki Qarabağın oyunu alınırdı. Bu futbolçuların motivasiya seçimindən bağlı idi. Rəqib Yox, burada ilk öncə rəqibin oyunu dəyərləndirmək lazım idi. İstər-istəməz biz 1-0 geridə idik və rəqib çox düzgün, çox ağıllı müdafiə olunurdu və əks hücumlara hazırlaşırdı və bunun da bir neçə ilk hissədə bir neçə rəqibin qol epizodu oldu, hansı ki, əks hücumda bizi yaxalaya bildi və ümumən bizim hazırlığımız da bunun üzərine getmişdi və topsuz çox yaxşı təzyiq edirlər oyuncularımıza. İstər-istəməz biraz ilk hissədə top sürülər daha çox oldu, hansı ki, rəqib daha aktiv idi. İkinci hissədə biz biraz təzyiq qaldırdıq, rəqibin tempi biraz aşağı düşdü və istər-istəməz bundan istifadə elədik və həmişə demişəm ki, kubok oyunları çempionat oyunlarından tam fərqlidir və burada komandalar biraz fərqli yanaşırlar bu turnirlərə və ələlxüsusda Avrokuboklarda iştirak etmə hüququ olanda, hansı kubok əldə edəndə istər-istəməz digər komandalar daha diqqətli olurlar, daha aqressiv olurlar və biz bugün də bunun şahidi olduq. Və belə, yəni bu normaldır. Yəni biz belə oyunlara ümumiyyətcə bu cür hissələrə, ilk hissə belə, ikinci hissə fərqli oyun üslubuna biz daima hazır olmalıyıq. Buyurun. Finalda hansı komanda hazır olmalı sizin üçün? Belə bir inan fikrim yoxdur, düşüncəm yoxdur və sadəcə bir onu bilirəm ki, finalda nəticəyə alışıb yanan bir rəqib olacaq. Fərqi yox, ya Neftçi, ya Sabah. Çünki böyük ehtimal Avrokuboklarda iştirak etmək şansı o oyundan asılı olacaq. Ona görə mənə gəlir ki, bizi çox bərk, çox ağıllı bir oyun gözləyəcək. Çünki istənilən rəqib bizə qarşı bəlkə də elə bütün, hətta indidən sonra olan hazırlıqlarını bəlkə də elə bizə qarşı quracaqlar. Buna görə hələ vaxt var, amma hər iki komandaya uğurlar arzulayıram və hər ikisi öz komandamızdır və hər ikisinin də istəyərdim ki, Avrokuboklarda iştirak eləsinlər. Çünki hər iki komanda böyük sərmayə qoyub, həm ümumiyyətcə futbolçuların inkişafı üçün, həm idarə heyətləri, həm ümumiyyətcə məşqçilər, futbolçular. Çünki yəni, nümunə olaraq bu iki komandanın strukturasını biz göstərə bilərik istənilən kluba, istənilən hətta ölkə xaricindəki klublara. Çünki işlərini hər iki komanda əvvəlcədən həmən nəticəyə yox, yəni onun davamiyyətli olması üçün strukturaya sərmayə yatırıblar. Həm Neftçinin çox gözəl, çox geniş bazası, məşqləri orada ilə açılış bunun nə vaxt olacaq. O cümlədən Sabah bildiyimiz qədər Şuvalanda da deyilmi? Yəni, oranı götürüblər və futbolçular üçün çox yaxşı bir şərait yaradırlar. Ümumən belə çox davamiyyətli klublara qarşı gəlir, davamiyyətli bir klublara qarşı bizi oyun gözləyir. Ona görə çox istərdim ki, hər iki komanda kuboklarda iştirak eləsin, amma yəni biz də kuboku əldə eləmək istəyirik. Əgər biz finala kimi gəlmişiksə, o əziyyət çəkmişiksə, bizim də finalda məğlub olmaq kimi bir düşüncəmiz olmayacaq və inşallah istərdim ki, futbolçularımın titul sayları daha da artsın və yəni medalları boğazlarından assınlar. Çünki bu futbol rəqabətdir, futbol ömrü qısadır. Hansı ki, istərdim ki, onlar daha da belə oyunlarda, hansı ki, final oyunlarında böyüyürlər ki, ondan
lazımınca maksimum istifadə eləsinlər. Başqa sualınız yoxsa çox sağ olun. Sağ olun.